Saat 12:20-dir. Biz evdəyik. Allah'a şükür evdə hər şey qaydasındadır. Nikol sizə salam göndərir. Ümumiyyətlə hər şey yaxşıdır, amma əlbəttə ki, ev bizi darıxıb. Axı 5 gün evdə olmamışdıq. İndi çantadakı ərzaqları yığışdırırdım. Bir hissəsini dondurucuya, bir hissəsini soyuducuya qoydum. Geçən blogda sizinlə birlikdə bişirdiyim balqabaq şorbasının bir porsiyasını saxladım. Nahar üçün onu müəyyən əlavələrlə qızdıracağım. Geçən ilin son dərslərindən birində şagirdlərim mənə gəlmişdilər. Yeni ili qeyd edirdik, tort yedik, çay içdik. Elə alındı ki, sonra dərhal bağ evinə getməli oldum və mən yaldız stəkanları və qab-qaçağı yumağa vaxt tapdım. Onları elə həmin halda qurumağa qoymuşdum. İndi isə hər şeyi tez-tez yığışdırıb yerbəyer etməliyəm. Yeri gəlmişkən hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Mən çox şadım ki, mənə qonaq gəlmisiniz. Biz artıq birlikdə yeni vloqa başlamışıq və dərhal sizə göstərdiyiniz dəstəyə görə böyük təşəkkürümü bildirmək istəyirəm. Hər videonun altında qoyduğunuz bəyənmələrə, yazdığınız şərhlərə görə və mənim üçün çox önəmlidir ki, siz həm də kanalıma abunə olursunuz. Qab-qaçağı artıq yerlərinə yerləşdirdim və işimin başlamasına hələ bir neçə saatım var. Ona görə də bəzi ev işlərini görməyə qərar verdim. İndi paltarları yumaq üçün paltar yuyan maşına qoydum və rakvinanı yumaq istəyirəm. Əslində mən həmişə vaxtımı düzgün planlaşdırmağa və bir dəqiqəni belə boş yerə xərcləməməyə çalışıram. Əgər az da olsa vaxtım varsa və hansısa ev işlərini görə bilirəmsə, bu fürsəti heç vaxt qaçırmıram. Sadəcə oturub nəyisə gözləmək mənlik deyil, sosial şəbəkələrdə boş-boşuna vərəqləmək də istəmirəm. Buna sərf olunan vaxt mənə heyf gəlir. Ona görə də bir işi görərkən artıq bilirsiniz, sanki şahmat oyununda olduğu kimi növbəti addımın nə olacağını düşünürəm. Mənə verilən vaxtdan mümkün qədər faydalı istifadə etmək istəyirəm. Paltarlar yuyarkən işimin başlamasına hazırlaşmaq üçün vaxtım var, özümü səliqəyə salmaq və makiyaj etmək. Elə bu fürsətdən istifadə edib makiyajı necə etdiyimi göstərəcəm, çünki bu mövzuda kifayət qədər tez-tez sorğular gəlir.
Və makiyaj edərkən hansı kosmetikadan istifadə etdiyimi də danışacağam. Korrektor kimi Eveline Wonder Match tonal kremini istifadə edirəm. Məsələ ondadır ki, onu alanda bu qədər açıq rəngdə olacağını düşünməmişdim. Buna görə də onu tonal krem kimi istifadə etmirəm. Amma kosmetik məhsulları atmağı sevmədiyim üçün onu məhz korrektor kimi istifadə etməyə qərar verdim. Gündəlik makiyajımı demək olar ki, həmişə eyni cür edirəm. Öz üslubumu tapmışam. Hər şey məni qane edir və ondan kənara çıxmamağa çalışıram. Yalnız bəzən axşam makiyajı edəndə nəyisə daha parlaq vurğulaya və parlaq pomada çəkə bilərəm. Daha sonra Faros firmasının konturing palitrasından istifadə edəcəm. Bu firmanı çox bəyənirəm. Daha doğrusu məhz onların konturing palitrasını. Amma bir məqam var. Hazırda demək olar ki, bütün kosmetikam tədricən bitir və yenilənməlidir. Ona görə əvvəlcədən üzr istəyirəm. İndi sizə göstərəcəyim bütün məhsullar artıq son mərhələsindədir və o qədər də təqdimatlı görünmür. Yəni vəziyyət belədir. Deməyi unutmuşdum ki, bu palitranın tonu 1 nömrəlidir. Bütün hərəkətli göz qapağına palitranın daha açıq tonunu çəkirəm. Göz künclərini isə daha tünd tonla vurğulayıram. Qabaq sümüklərini vurğulamaq üçün hər dəfə məhsulu fırçaya götürməyə ehtiyacım yoxdur. Göz qabaqlarına ton çəkdikdən sonra fırçadakı qalan məhsulla sümükləri vurğulayıram. Daha sonra highlighter ilə vurğulamaq istədiyim sahələri, yəni bir növ ön plana çıxarmaq istədiyim yerləri işıqlandırıram. Amma mən çox parlaq işıq verməyən, yumşaq və incə tonlu highlighter istifadə edirəm. Sonra mən Divash Selfie Queen firmasının ənliyi çəkirəm. Nicole, ay Allah, каждый раз одно и то же. Ənliklə həddən artıq etməmək lazımdır. Bu əks təsir göstərə bilər. 50+ yaşda kosmetika istifadə edərkən daha ehtiyatlı olmaq lazımdır. Əvvəllər bəlkə üzün müəyyən hissələrini vurğulamaq olardı, amma indi bunu etməkdən çəkinmək daha yaxşıdır. Makiyaj yumşaq və sakit olmalıdır. İndi isə Divash Selfie Queen firmasının qaş markerinin 2-ci tonundan istifadə edərək kirpik xəttim boyunca çəkirəm və biraz da göz küncündə xətt çəkərək uzadıram. Əvvəllər kirpik xəttini vurğulamaq üçün qara qələmlər istifadə edirdimsə, indi daha yumşaq rənglərə keçmişəm. Məsələn, qəhvəyi. Məncə qara liner yaşında qadının gözlərini çox ağırlaşdırır, amma bu əlbəttə ki, yalnız mənim şəxsi fikrimdir. Qaşlarımı da marker ilə boyayıram. Eyni Divash Selfie Queen firmasından, amma 1-ci tonda. Düzümü deyim, bir vaxtlar qaş tatuajı etdirməyə qərar verdiyimə çox peşmanam. Onu çox pis etdilər, qaşlarımın forması ilə uyğun deyildi. Üstəlik də qeyri-bərabər idi. İndi isə bütün bunları qaş qələmləri ilə düzəltməli oluram. Amma həqiqətən də o təcrübəni təkrarlamaq istəmirəm. Boyanın tam çıxarmasını səbirsizliklə gözləyirəm. Artıq təxminən 8 il keçib, amma boya hələ də getməyib. İndiyə qədər isə qaşlarımı qələmlə düzəldirəm. Kirpiklərimə Charlie O firmasının maskarasını çəkirəm. Bu maskaranı çox bəyənirəm. Onu mənə kosmetika mağazasında satıcı tövsiyə etdi. Düzünü desəm, onun məni belə heyran edəcəyini gözləmirdim. Əslində, kirpikləri möhtəşəm rəngləyir, uzadır və həcm verir. Və sonda mən həmişə dodaqlarıma pomada çəkirəm. Bugün isə bu mənim sevimli firmam Eveline Varieté 10-cu ton olacaq. Bu maye mat pomada çox xoş çəkilir və yeri gəlmişkən uzun müddət qalır.
Balqabaq şorbası əriyib və biraz isinib, içinə duz, sarı kök və qaymaq əlavə edirəm. Hər dəfə şorbanı buzluqdan çıxarıb qızdıranda müxtəlif ingrediyentlər əlavə edirəm. Mənim Rus dilli kanalımdan bir izləyici soruşdu ki, mən omega vitamini necə qəbul edirəm və haradan alıram. Əslində bu vitaminləri qəbul etmək mənim üçün ilk təcrübə olacaq. Əvvəllər belə bir şey etməmişəm. Bu dəfə həkimim məsləhət gördü ki, bu vitaminləri alın və qəbul etməyə başlayın. Həmçinin mənə Trendyol saytının linkini göndərdi, haradan ala biləcəyimi göstərdi. Qızım isə bunu mənim üçün sifariş etdi. İndi isə sifarişim gəlib və mən onu açıb sizə göstərirəm bu vitaminlərin necə olduğunu. Bu artıq növbəti gündür və mən qızımla görüşməyə gedirəm. Biz qərarı aldıq ki, kafenin birində birlikdə qəhvə içək. O mənim gəlməyimdən təxminən 2 saat əvvəl gəlir, oturur, işləyir. Sonra isə mən ona qoşuluram. Mən də qəhvə sifariş edirəm və birlikdə oturub söhbət edirik. Və bu şəkili sizə göstərdiyim bizim yazışmamızın ekran görüntüsüdür. Məsələ ondadır ki, mən artıq avtomatik düzəlişdən bezmişəm. Bir şeyi yazdıram, amma o başqa cür dəyişir. Düzünü desəm, nədənsə düymələrə toxunmuram və anlaşılmaz şeylər yazılır. Это Zolушka, да. Biz qızımla kafedə xoş vaxt keçirdik, yaxşı söhbət etdik, sonra isə ayrıldıq. O evə getdi, mən isə nəvəm üçün məktəbə yollandım. Bəzi günlər nəvəmi məktəbdən mən götürürəm, bəzilərində isə onu başqa nənə götürür. Beləcə onun bizdə olduğu vaxtı birlikdə keçiririk. Biz birlikdə ev tapşırıqlarını edirik, yemək yeyirik, filmlər və cizgi filmləri seyr edirik, istirahət edirik və sadəcə əylənirik. İndi isə xoşbəxt və şən bir anda bugünkü vlogu bitirmək istəyirəm. Videolarımı sona qədər izlədiyiniz, bəyən düyməsini bastığınız, şərh yazdığınız və kanalıma abunə olduğunuz üçün sizə böyük təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik. Hamınıza hələlik.